Salam dostlar, bugünkü videomuzda çox vacib bir mövzuya toxunacağıq. Kimdən ailə quraq? Bu sual bir çox insanın həyatında ən mühüm və qərar verici anlardan biridir. Bir çox cəmiyyətlərdə bu mövzuya daha çox ənənəvi yanaşılır. Amma biz burada rasionalist bir perspektivdən baxacağıq. Görəsən rasional düşüncəyə görə kimdən ailə qurmalıyıq? Görəsən həqiqətdə sevgi, münasibət, məqsədlər və gələcək gözləntilər əsas götürülərək kiminlə ailə quracağımıza necə qərar vermək olar? Gəlin birlikdə araşdıraq. Ənənəvi və rasionalist yanaşmanın müqayisəsi. Bir çox mədəniyyətlərdə ailə qurmaq çox vaxt ənənələrə əsaslanır. O, yaxşı bir ailədən gəlir. Yaxın çevrəndən biri ilə ailə qurmaq daha yaxşıdır və ya xüsusi bir yaş aralığına çatmaq lazımdır kimi düşüncələr yayğındır. Lakin rasionalist təfəkkür buna daha geniş və düşüncəli yanaşır. Kimlə ailə quracağımızı seçərkən yalnız sosial status, yaş və ya ailə mənşəyi kimi faktorlara deyil, həm də şəxsi dəyərlərinizə, məqsədlərinizə və hər iki tərəfin həyatdakı perspektivlərinə diqqət yetirmək vacibdir. Gözləntilər və uyğunluq. Kimlə ailə qurmağı qərarlaşdırarkən ən vacib amil qarşılıqlı gözləntilərin uyğunluğudur. Ailədəki əsas ünsürlərdən biri də qarşılıqlı hörmət, anlayış və ortaq məqsədlərin olmasıdır. Rasionalist düşüncə burada gələcəyin planlaşdırılması məsələsini önə çəkir. Hər iki tərəfin fərdi arzuları, karyera hədəfləri, ailə planları və hətta həyatın digər sahələrindəki dəyərləri də uyğun olmalıdır. Ailə qurmaq yalnız bir insanla uzun müddət bir əlaqəyə başlamaq deyil, eyni zamanda bircə həyatın təşkili, problemlərin həlli, hədəflərə çatmaq üçün güclü bir komanda yaratmaq deməkdir. Həqiqi inam və həmrəylik. Rasionalist yanaşma doğru tərəfdaşın yalnız zahiri xüsusiyyətlərə görə deyil, eyni zamanda duyğusal uyğunluq və intellektual həmrəylik üzərində qurulmasını vurğulayır. Kimlə ailə qurduğunuzu seçərkən yalnız şəxsi cəlbediciliyə və xarici görkəmə deyil, həm də qarşı tərəfin xarakterinə, əxlaqına, təfəkkürünə diqqət yetirmək lazımdır. İki insanın dəyərləri və dünya görüşləri uyğun olmalıdır. Ailənin sağlam və davamlı olması yalnız sevgi ilə deyil, həm də qarşılıqlı hörmət, anlayış və açıq ünsiyyətlə mümkündür. Həyat dəyərləri və ortaq məqsədlər. Kimlə ailə qurmaq haqqında qərar verərkən ən vacib məsələlərdən biri həyat dəyərləri və ortaq məqsədlərdir. Rasional düşüncə burada düzgün qərar qəbul etməyin vacibliyini vurğulayır. Ailənin gələcəyi, valideynlik yanaşmaları, karyera planları və hətta maliyyə məsələlərində belə razılaşmaq olmalıdır. Məsələn, uşaqların necə yetişdiriləcəyinə dair ortaq fikir birliyinə gəlmək uzun müddətli münasibətləri gücləndirir. Yəni, kimlənsə ailə qurduğunuz zaman yalnız şəxsi maraqlarınız deyil, həm də uzun müddətli bircə hədəfləriniz uyğun olmalıdır. Həqiqi əlaqə və münasibətlərdə intellektual yaxınlıq. İntellektual uyğunluq evliliyin sağlam və uzun müddətli olmasında çox önəmlidir. Rasionalist düşüncə ailə qurmaq üçün tərəfdaşın sizinlə intellektual və emosional olaraq uyğun olmasına diqqət yetirməyin vacibliyini bildirir. Bu, hər iki tərəfin problemləri və həyatın çətinlikləri ilə necə başa çıxdığını, dünyaya necə baxdığını və həyat barədə ümumi anlayışlarının necə olduğunu anlamağa kömək eləyir. Mühüm olan budur ki, bir-birinizi yaxşı anlayasınız və həyatın çətinliklərinə birgə həll yolları axtara biləsiniz. Maliyyə və sosial uyğunluq. Maliyyə məsələləri evlilikdə tez-tez mübahisələrə səbəb ola bilir. Rasional düşüncə burada tərəfdaşların maliyyə məsələlərində qarşılıqlı anlayışa malik olmalarını tövsiyə edir. Ailə qurmağa qərar verdiyimiz zaman maliyyə hədəflərini və pul məsələlərini müzakirə etmək mühümdür. Həmçinin sosial status və ya təhsil kimi faktorlara əsaslanmadan hər iki tərəfin gələcəkdəki maliyyə və sosial məqsədlərini açıq şəkildə müəyyənləşdirmək uzun müddətli evliliyə zəmin yaradır. Kimlə ailə qurmağımız barədə qərar vermək həyatda ən mühüm addımlardan biridir. Rasional düşüncə yalnız hisslərə deyil, həm də məqsəd və dəyərlərə, hər iki tərəfin həyat perspektivlərinə əsaslanmalıdır. Əgər siz də həyatınızı birləşdirəcəyiniz insanın yalnız duyğusal deyil, həm də intellektual və əxlaqi uyğunluğuna önəm verirsinizsə, bu videonu paylaşın və daha çox insanın sağlam və rasional evlilik anlayışını çatdırın. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Unutmayın ki, ailə qurmaq yalnız sevgidən ibarət deyil, həm də qarşılıqlı hörmətin, anlayışın və doğru qərarların nəticəsidir. Həyatınızı bölüşəcəyiniz insanla həyat dəyərləri və məqsədləri uyğun olduğunda münasibətiniz çox daha güclü və davamlı olacaq. Şərhlərdə öz fikirlərinizi bizimlə paylaşın. Bir sonraki videoda görüşmək ümidi ilə. Allaha əmanət olun.